Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün sizlər üçün elektrolitik dissosiasiya bölünməsinin izahını verəcəm. Başlayaq birinci sualdan. Hansı halda hər iki maddə elektroiddir? Uşaqlar, biz bilirik ki, elektroidlər suda həll olan qələvlər, turşular, suda yaxşı həll olan duzlar, bunlar hamısı elektroiddir. Ümumiyyətlə elektroid nə idi? Suda məhlul və ərintiləri elektrik cərəyanı keçirsin. Bunlar olurdu elektroidlər. Qeyri-elektroidlər isə suda məhlulları və ərintiləri elektrik cərəyanı keçirməyənlərə qeyri-elektroid deyilirdi və bunlara aid idi suda həll olmayan qeyri-üzvü maddələr, məsələn üçün çöküntülər, silikat turşusu, barium SO4, quruş SO4, kalsium SO4, məsələn üçün gümüş xlorid və yaxud da bir atomlu, 2 atomlu, 3 atomlu spirtlər, karbohidratlar, bunlar hamısı uşaqlar qeyri-elektroid adlanır. İndi birinci sualda doğru cavab nə olar? Olacaq B variantı. Məsələn üçün burada görürəm ki, B variantında natrium hidroksid suda yaxşı həll olan qələvidir və nitratın da bütün duzları suda yaxşı həll olur. Məsələn A variantında mən çıxaram burada CH4-ü. Bu qeyri-elektroiddir. Daha sonra C variantına çıxaram spirti. İndi dedim ki, spirtlər qeyri-elektroiddir. D variantında spirt, etil spirti çıxaram. Y variantında etil spiritini çıxaram. İkinci sual. Yalnız qüvvətli elektroidlərdən ibarət olan sıranı göstərin. Qüvvətli elektroidlər uşaqlar yadınıza saxlayın ki, qələvlər, daxilli turşular və duzlar, suda yaxşı həll olan duzlar amma. Deməli, A variantında ümumiyyətlə qarışqa turşusu elektroid deyil. B variantında məsələn üçün elə doğru cavab B olar. Çünki sulfat qüvvətli turşu, qüvvətli əsas və suda yaxşı həll olan duz. C variantı məsələn üçün spirti çıxaram, barium sulfat çıxaram, çöküntüdür, qeyri-elektroiddir. D variantında çıxaram gümüş xloridi, çöküntüdür. Y variantında çıxaram qarışqa turşusunu. Deməli, doğru cavab olar B variantı uşaqlar. Üçüncü sual. Yalnız zəif elektroidlərdən ibarət sıranı göstərin. Zəif elektroidlərə indi dedim ki, zəif turşular, üzvi, belə deyək, karbongenlər aiddir, üzvü birləşmələr. Daha sonra aiddir çöküntülər, bu kimi deməli, elektroidlər zəif elektroidlərdir. A variantında məsələn qarışqa turşusunu, deməli, silikat turşusunu götürə bilərəm, amma SO4 burada sıranı pozur, çünki qüvvətli elektroiddir. B variantında nitratla sulfat qüvvətli elektroiddir. C variantında sıranı pozan yoxdur. Elə doğru cavab C variantıdır. D variantında məsələn H-xlor var. Burada qüvvətli elektroid özünü göstərir. Y variantında isə məsələn nitrat var, orta fosfat var. Bunlar da qüvvətli elektroidlərdir. Dördüncü sual. Hansı maddələrin cütü qeyri-elektroiddir? Qeyri-elektroidlər dedim uşaqlar, karbohidrat, spirtlər, suda həll olmayan duzlar, çöküntülər, bunlar hamısı qeyri-elektroidlərdir. Məsələn üçün B variantında hidrogen xlorid, deməli qüvvətli elektroiddir. D variantında sulfat qüvvətli elektroiddir. Məsələn bunlar da hamısı qeyri-elektroid. C variantında uşaqlar suda yaxşı həll olan duz var, kalium xlor qüvvətlidir. Y variantında ardıcıllığı pozur, natrium hidroksid qüvvətlidir. Amma A variantında verib glükoza və etil spirt, yəni karbohidrat ilə spirt verib bir atomlu. Dedik ki, bunlar qeyri-elektroiddir. 5-ci sual. Hansı sırada yalnız elektroid verilib? Elektroidlər deməli A variantında uşaqlar oksigen qeyri-elektroiddir. C variantında azot qeyri-elektroiddir. D variantında glukoza qeyri-elektroiddir. Y variantında məsələn üçün spirtlə quruşun xlor qeyri-elektroiddir. Çünki çöküntüdür, biri spirtdir. B variantında amma turş duz verib, əsasi duz verib və suda yaxşı həll olan duz verib. 6-cı sual. Hansı elektroid dissosiasiya zamanı xlorid ionu əmələ gətirmir? Çox şərt burada çaşdırır uşaqlar. Əmələ gətirmirsə, sən birinci baxmalısın bunun turşu qalığından. Gör turşu qalığı hansıdır? Məsələn, dəmir 3 xloriddə. Görürsən ki, burada turşu qalığı xlorda. C variantında kalsium xloriddə. Görürsən turşu qalığı xlordur. D variantında xlordur. Y variantında xlordur, amma B variantında görürəm turşu qalığı xlor O3-ün turşu qalığıdır. Aydın oldu. Onda doğru cavablar B variantı. 7-ci sual. Hansı maddə dissosiasiya zamanı manqan kimi müsbət ionu əmələ gətirmir? Deməli, A variantını çıxaram. Bu çünki qeyri-elektroiddir. B variantına baxıram. Turşu qalın görürəm. Axı, manqan O2-dir. O4-dür daha doğrusu. Manqan O4-dür turşu qalığı.
Yəni burada manqan 2 müsbət yoxdur. C variantında da elə turşu qalığı manqan O4. Yəni manqan turşu oksidin turşu qalın tərkibinə daxildir. Ayrılıqda yox, sərbəst deyil. Başqa nə qaldı burada? D variantı. Elə burada doğru cavab olacaq D variantı. Bu da qeyri-elektroiddir uşaqlar. Manqan OH qeyri-elektroiddir. D variantı doğru cavab olar. 8-ci sual. Elektrik cəryanı keçirir. Uşaqlar, indi biz dedik ki, elektrik cəryanı keçirən nədir? Suda məhlulları və ərintisi elektrik cəryanı keçirənlərə elektroid deyilir. Yəni, cümlədə budur, nəzər hissədə. İndi ərintisi, natrium xlorun ərintisi elektrik cəryanı keçirir. Natrium xlorun suda məhlulu, bəli, elektrik cəryanı keçirir, amma bərk halda elektrik cəryanı keçirmir. Doğru cavab olacaq Y variantı. 9-cu sual. Cihazda hansı maddələr olduqda lampanın közərməsi baş verməz? İndi deyim ki, ümumiyyətlə elektroidlər, belə deyək, elektrik cəryanı keçirdiyi üçün lampanı közərdə bilər, amma hansılar keçirdə bilməz? Bərk halda olanlar. Suda məhlulu ərintisi keçirdər, nəzərə hissəyə əsasən, amma bərk halda keçirməz. Doğru cavab olar onda. Keçirməyən bərk halda yalnız 3. Deməli, 3 hardadır? D variantında. 10-cu sual. Orta fosfat turşusunun orta fosfat iyonunu göstərin. Orta fosfat iyonu PO4-dür. Üstündə 3 mənfi olan. Amonium iyonu NH4 üstü plus. 12-ci sual. Sulfat iyonunu göstərin. SO4-dür bu təbii ki. 13-cü sual. Karbonat da CO3-dür uşaqlar. 14-cü sual. Hansı halda natrium xlor dakı iyonların yükü doğrudur. Uşaqlar, ümumiyyətlə biz bilirik ki, metal həmişə nə olur? Müsbət. Mənfi ola bilməz. Ona görə C getdi, D getdi. Bir də hansı qayda var? Müsbət mənfini cəlb elər, düz deyil. Onda natrium müsbətsə, xlor mənfi olmalıdır. Hardadır? Y variantında. 15-ci sual. Yəni kalsium metaldır. Bilirəm ki, bu müsbətdir. Metal müsbətdir, xlor isə mənfidir. Onda kalsium 2 müsbət, amma burada 2 müsbətdə 2 valentli metaldır axı. Burada olar D variantı. 16-cı sual. Yalnız kationlardan ibarət sıranı göstərin. Kation nədir? Müsbət yüklü iyon. Məsələn, A-da kükürt veriblər, mənfidir. Brom veriblər, B-də mənfidir. C-də veriblər, OH mənfidir. D-də deməli brom, yod veriblər. Ümumiyyətlə hamısı aniyondur, amma Y-də görürəm ki, hamısı nədir? Baxın, müsbətdir. Ona görə bu olur. Kation. 17-ci sual. Yalnız aniyonları göstərin. Bunu da bilirik ki, aniyonlar da mənfi yüklüdür. Məsələn, A-da deməli alüminiumla maqnezium müsbətdir. B-də ümumiyyətlə hamısı metaldır, müsbətdir. C-də də hamısı metaldır, müsbətdir. Amma D-də görürəm hamısı mənfidir yükləri. Bu da olur anion. Hansı 18 hansı iyon bütün əsasların tərkibinə daxildir? Ümumiyyətlə əsaslar nədən ibarətdir? Metal atomu və hidroksil qrupundan, yəni OH qrupundan ibarətdir. 19-cu sual. Xörək duzunu, yəni natrium xlorun elektrolit dissosiasiya tənini yazın. Uşaqlar, bayaq dedim ki, natrium nədir? Natrium metalda müsbətdir. Bu müsbətsə onda xlor mənfi olmalıdır. Onda natrium xlor parçalanacaq. Natrium müsbət, xlor mənfi iyonuna. Belə bir variant hardadır? Y variantı. İndi keçək 20-ci suala. Xlorid turşusunun elektrolit dissosiasiya tənini göstərin. Hidrogen olacaq burada müsbət. Xlor isə hidrogen mənfidirsə, xlor da olacaq. Hidrogen müsbətsə, xlor isə mənfi olacaq. Doğru cavab olacaq müsbət mənfi hardadır? D variantı. 21-ci sual. Hidratlaşmış X və Y iyonları yerində hansı iyonlar ola bilər? Görürəm ki, X-in ətrafına nə yığılıb uşaqlar? Mənfi yüklər yığılıb. Baxın, görürsünüz, mənfi yüklər. Deməli, X sözü nə imiş? Müsbət imiş. Y-ə baxıram, görürəm ki, ətrafına müsbət iyonları yığıb. Yəni, kationları yığıb. Onda Y özü aniyondur. Yəni, mənfi yüklüdür. Füsyon. İndi X dedik müsbətsə, onda A gedər, B gedər, D gedər. Dedim ki, Y mənfidir. Onda uşaqlar Y-də də müsbət olmazsa, doğru cavab nə olar? Y variantı. 22-ci sual. Eyni qaydada deməli X görürəm ki, ətrafında müsbət iyonları, yəni kationları yığıb, onda X sözü nədir? Özü aniyondur. Mənfi yüklüdür. Onda burada müsbətləri çıxsaq, yerdə qalacaq mənfilər. 3 və 4 D variantı. 23-cü sual. Natrium hidrokarbonat duzunun elektrolit dissosiasiyasının birinci mərhələsini göstərin. Uşaqlar, necə yazacaq bunu? Natrium hidrokarbonatı, yəni dissosiasiya edək, olacaq natrium müsbət
Birinci mərhələdə alınır natrium, müsbət dadlı hidrokarbonat turşu qalığı. Vəsiyo. Bu formada olacaq. Hardadır bu da? A variantında. Deməli, 24-cü sual. Məhlulda hansı iyonun təsiri ilə lakmus kağızı qızarır? Ümumiyyətlə, turşuların təsirində lakmus qızarır. O da turşuların hansı kation ayrılır? Hidrogen kationu. Ona görə. Bəs əsaslarda necə idi? Əsaslarda OH-dır. Bu da göy rəngi alır lakmus kağızı. Onda 25-ci sual ilə məhlul verir. Məhlulda hansı iyon təsiri ilə lakmus kağızı göyərər? İndi deyim ki, OH-a görə göyərər. 26-cı sual. İndi hansı duzu suda həll etdikcə turş mit yaranar? Baxın uşaqlar, bunu necə edəcəyik? A variantında görürəm ki, kalsium qüvvətli əsas, xlor qüvvətli turşu burada neytraldır. B variantında qüvvətli əsas zəif turşu da SO3 zəif turşu qalıqdır. Ona görə burada mühit nə olacaq? Əsas. C variantında uşaqlar, burada maqnezium zəif əsas, nitrat qüvvətli turşu. Onda turş mühit yaranır. Suda həll etdikcə turş mühit yaranır. Doğru cavablar C variantı. Məsələn, Y variantı, D variantında qüvvətli əsas zəif turşuda karbonat. Y variantında da qüvvətli əsas zəif turşu. 27-ci sual. Mənfi yüklü iyonları göstərin. Ümumiyyətlə, uşaqlar, turşu qalıqları həmişə yadınıza saxlayın ki, mənfi yüklü olur da. Onda dihidro ortofosfatı yazaq. Dihidro H2PO4. Mənfi. Amonium hər kəs bilir ki, müsbətdir. Sulfat da olur bu formada. Bu olur anion, yəni mənfi yüklü. Doğru cavablar 1 və 3. D variantı. 28-ci sual. Müsbət yüklü iyonları göstərin. Müsbət yüklü iyon deməli amonium müsbətdir. Hidroksonium müsbət iyondur. Hidro ortofosfat isə buradan bir dənə silsək 2 yazsaq, bu da olur mənfi. Doğru cavablar müsbəti soruşsa 1 və 2 hardadır? Y variantında 28. 29-cu sual. Ortofosfat turşusunun elektrolitik dissosiasiya zamanı birinci mərhələdə əmələ gələn iyon hansıdır? Yaxşı, birinci ortofosfat turşusunu yazırıq. Daha sonra yazaq birinci mərhələ. Birinci mərhələdə necə olacaq? Bir hidrojen kationu qopur, yerdə qalır. H2PO4. Üstü mənfi. Uşaqlar, bax, çıxartdığın hər hidrojen atomu çıxardanda bunun üzərində bir mənfi gəlir. Aydın oldu. Məsələn, ikinci mərhələ necə olacaq? Olacaq, bax, bu gedəcək. Alacaq H2PO4, dissosiasiya edəcək. H kationu plus HPO4. İkinci hidrojen atomu qopduğuna görə olur. Üstü 2. Üçüncüdə də olacaq 3 bu formada. 3 mərhələdə gedəcək uşaqlar. 29-cu sualda onda doğru cavab olar nə? Tapdıq ki, birinci mərhələdə H2PO4 A variantı. 30-cu sual. 30-cu sual. Ortofosfat turşusunun elektrolitik dissosiasiya zamanı ikinci mərhələsini yazın. İkinci mərhələsini ilə burada qeyd etdim bayaq. Budur. HPO4 hardadır? Y variantında 30. Keçək indi 31-ci suala. Deməli, hansı maddə yalnız bir mərhələdə dissosiasiya edir? Ümumiyyətlə, uşaqlar, yadınıza saxlayın ki, A variantı görürük ki, 3 əsaslı turşudur. 3 əsaslı turşular 3 mərhələdə. B variantında 2 hidrojen atomu var. Bu 2 əsaslı turşudur, sulfat turşusu. Bu 2 mərhələdə gedəcək. D variantında uşaqlar, deməli, 2 əsaslı turşudur. Bu da 2 mərhələdə gedəcək. Y variantında əsasi duzdur. Məsələn, bunun dissosiasiyasını yazaq. Deməli, birinci mərhələ necə gedəcək? Gedəcək bu formada. Deməli, mis OH müsbət, xlor mənfi. Bu oldu birinci mərhələ. İkinci mərhələ necə olacaq? Mis OH özlə dissosiasiya edəcək. Mis müsbət, OH mənfi. Deməli, bu da 2 mərhələdə oldu. Amma normal duzlar, baxın, normal duzlar həmişə bir mərhələdə dissosiasiya edir. Onda necə olacaq? Gəlin ilə 3-ü də yazaq. Deməli, bu normal qaydada alınacaq 2 dənə alüminium plus 3 dənə SO4 iyonu. 3 dənə SO4 iyonu. Bu formada olacaq. Deməli, bir mərhələ soruşsa doğru cavablar C variantı. 32-ci sual.
Hansı maddə yalnız bir mərhələdə dissosiasiya edir? A variantı məsələn üçün 2 əsas turşudur, bu getdi. C variantı 3 əsaslıdır, bu da getdi. D variantı 3 əsaslıdır. Y variantında uşaqlar turş duzdur. Turş duzda 2 mərhələdə dissosiasiya edir. Məsələn, dissosiasiyasını yazaq bunun HSO4. Onda necə olacaq? Birinci alınacaq kalium müsbət plus HSO4 mənfi. Bu oldu birinci mərhələ. Daha sonra bu da özü dissosiasiya edir. Olur necə? H müsbət, SO4, 2 mənfi. Deməli, 2 mərhələdə dissosiasiya etdi. Bayaq dediyim kimi, normal duzlar bir mərhələdə dissosiasiya edir. Doğru cavablar B. Gəlin B-ni də yazaq. B necə yazaq? Kalium müsbət 2 dənə. 2 dənə kalium var. Bir dənə də SO4 iyonu var. Bu formada dissosiasiya edilir. Yəni bir mərhələdə. 33-cü sual. Deməli, qarışqa turşusunun dissosiasiya mərhələsini verib və H iyonların qatlığı artdıqda qarışqa turşusunun dissosiasiya sabiti necə dəyişir? Ümumiyyətlə, yadınızda saxlayın uşaqlar. Dissosiasiya sabiti qatlıqdan asılı deyil. Yalnız elektrolitin təbiətindən, həlledicin təbiətindən və temperaturdan asılı, qatlıqdan asılı deyil. Onda asılı deyil qrafik hardadır? C variantı. 34-cü sual. Deməli, hansı duz 2 mərhələdə dissosiasiya edir? İndi dedim ki, nə dedim? Dedim ki, normal duzlar bir mərhələdə dissosiasiya edir. Məsələn, kalsium xlorid verir bura. Kalsium xloridi yazaq birinci. Kalsium xlorid normal duzdur. Olacaq kalsium 2 müsbət plus 2 dənə də xlor. Bir mərhələ dissosiasiya. Məsələn, yazaq baryum hidroksoxlorid. Baryum OH xlor yazırıq. Birinci necə olacaq? Olacaq baryum OH müsbət plus xlor. Daha sonra necə olacaq? Baryum müsbət OH-da mənfi. Bax, bu da özü dissosiasiya edir. Bu formada olacaq. 2 mərhələ dissosiasiya etdi. Amma yerdə qalır, bax. Xrom 3 sulfat normal duzdur. Alüminium sulfat normal duzdur. Alüminium xlorid normal duzdur. Normal duzlar bir mərhələdə dissosiasiya edəcək. 35-ci sual. Hansı duz 2 mərhələdə dissosiasiya edir? Bax, natrium xlor normal duzdur. Natrium sulfat normal duzdur. Natrium nitrat normal duz. Alüminium nitrat normal. Amma burada C var. Natrium hidrosulfat yazıb. Natrium hidrosulfat bayaq yazdım. Məsələn, yazaq bunu. Natrium birinci alınacaq müsbət plus HSO4 mənfi iyonu. Daha sonra bu HSO4 də özü yenə dissosiasiya edəcək. Alınacaq H müsbət, SO4, 2 mənfi. Doğru cavab olacaq C variantı. 36-cı sual. Hansı maddələrin 1 molu tam dissosiasiya etdikdə eyni sayda iyon əmələ gəlir? Baxaq. Birincisində necə əmələ gəlir? Birincisində bax, 1 dənə alüminium, 3 dənə xlor. Oldu 4 dənə. İkincisində 2 alüminium, 3 dənə də SO4 oldu 5 dənə. Deməli, dördüncüsündə 3 dənə natrium, 1 dənə də PO4 var. Oldu 4 dənə. Elə doğru cavablar 1, 4. Üçüncüsündə 2 natrium, 1 dənə də sulfat olar. 3 dənə doğru cavablar 1 və 4. B variantı. 37-ci sual. Hansı maddələrin 1 mol tam dissosiasiya etdikdə eyni sayda iyon əmələ gəlir? Bax, burada amonium iyonu 3 dənədir, PO4 1 dənə, oldu 4. 2-də alüminium xlor, xlordan 3 dənə, alüminiumdan 1 dənə, 4 dənə. Üçüncüdə 2 dənə dəmir, 3 dənə SO4 iyonu var, oldu 5 dənə. Burada 1 dənə dəmir, 2 dənə də NO3 iyonu var. Bu da oldu 3. Deməli, 37-də 1 və 2 eyni saydadır. Doğru cavablar 1, 2 hardadır? Y variantında. 38-ci sual. Deməli, gümüş iyonu hansı anion ilə təyin etmək olmaz? Məsələn, verir bizə xlor. Xlor mən bilirəm ki, uşaqlar, gümüş xlor ağ rəngli çöküntüdür. Bunu təyin etmək olar. Daha sonra brom verib, gümüş bromda sarımtıl rəngli. Bunu da təyin etmək olar.
Daha sonra var gümüş nitrat. Bu ümumiyyətlə nitratın bütün duzları demişik suda yaxşı həll olur. Bunu təyin etmək olmaz. Yəni bunlar belə deyək, qarışır gedir də məhlulda itir gedir. Amma gümüş fosfat sarı rəngli çöküntüdür. Bunu da təyin etmək olar. Ona görə doğru cavab olar 3. Təyin etmək olmaz NO2 ionundan. C variantı. 39-cu sual. OH ionunu ilə hansı kation təyin etmək olmaz? Uşaqlar, biri etmək olmaz, çünki kalium OH suda yaxşı həll olan əsasdır. 2 də mis OH ki, biz bilirik ki, mis OH ki, göy rəngli məhluldur. Bunu təyin etmək olar. Daha sonra barium OH ki, suda qəşəng həll olur. Bunu da təyin etmək olmaz. Alüminiumda amorf, belə deyək, çöküntüdür. Yəni həlməşik bir şelə kimi çöküntü əmələ gətirir. Yəni bunu təyin etmək olar. Doğru cavab olar onda 1 və 3. D variantı. 40-cı sual. Deməli, birinci gəlin reaksiyanı yazaq. Gümüş nitrat verib bizə. Gümüş nitrat plus natrium orta fosfat. Deməli, reaksiyada alınacaq natrium nitrat dəyişmə reaksiyasıdır. Bir dənə də alınacaq gümüş orta fosfat və bu biz bilirik ki, gümüş orta fosfat çöküntüdür. Deməli, uşaqlar, deyir ki, reaksiya tam ion tənliyi hansı haldır? Görürük ki, burada ionlara parçalanıb. Artıq mən burada gümüş orta fosfatı gördüm və gördüm ki, bu çöküntüdür. Bayaq dedik ki, çöküntülər dissosiasiya etmir. Yerdə qalanlar dissosiasiya edəcək. Məsələn, argentin nitrat suda gözəl həll olan duzdur, dissosiasiya edəcək. Natrium orta fosfat suda gözəl həll olur, dissosiasiya edəcək. Natrium nitrat suda həll olur deyə gözəl dissosiasiya edəcək. İndi bunları parçalayaq. Deməli, məsələn üçün necə parçalayaq? Gümüş müsbət, metal müsbət, NO3 mənfi olacaq, plus natrium plus PO4 3 mənfi alınacaq nə? Alınacaq nə? Deməli, natrium müsbət, NO3 mənfi. Bu cür ayırırıq, amma dedim ki, turş çöküntü dissosiasiya etməklə bu olduğu kimi qalacaq. İndi belə bir variant hardadır? Məsələn, B-də gümüş nitratı parçalamayıb, C-də natrium orta fosfatı parçalamayıb, D-də də gümüş nitratı parçalamayıb, Y-də hətta çöküntünü parçalayıb. Bu ola bilməz. Yerdə qalır A variantı. 40-da oldu A variantı. 41-ci sual. Deməli, elə gəlin burada da reaksiyanı qeyd edək. Natrium karbonat plus kalsium xlorid. Artıq burada mən görürəm ki, çöküntü alınacaq. Kalsium karbonat çöküntüsü. Alınır natrium xlor plus kalsium karbonat. Bu da çöküntüdür. Bu da dissosiasiya etməkdir. Yerdə qalan bütün duzlar suda yaxşı həll olan duzlardır. Ona görə bunlar parçalamaq olacaq. Məsələn, natrium karbonatı necə yazacaq? Yazacağım natrium müsbət CO3 2 mənfi plus kalsium 2 müsbət xlor mənfi. İndi özüm əmsalları yazmıram. Deməli, burada natrium xlor suda yaxşı həll olan duzdur. Natrium müsbət xlor mənfi. Amma burada kalsium karbonat olduğu kimi qalacaq, çünki çöküntülər dissosiasiya etmir. Olduğu kimi qalacaq. İndi A variantında yenə kalsium xloridu parçalamayıb. Bu səhv ifadədir. B variantında natrium karbonatı parçalanmayıb. Səhv ifadədir. Doğru cavab olar elə C variantı doğrudur. D variantında natrium karbonatı parçalanmayıb. Y variantında natrium xloru parçalanmayıb. Doğru cavablar C variantı. Deməli, 42-ci sual. Anion verib, kation verib, əmələ gətirib birləşməni soruşur. Baxaq, deyir hansı doğru deyil. Uşaqlar, barium 2 valentlidir. Xlor 1 valentli görürük. Yəni, bunun əmələ gətirdiyi birləşmə necə olacaq? Barium 2 valentli verib, xlor 1 valentli olacaq. Barium, xlor 2. Bu düzdür. İkincisi, OH mənfidir. Mis burada mənfidir, 1 valentlidir.
mis də bir variantlidir. Bunun əmələ gətirdiyi birləşmə mis bir variantli, OH bir variantli olsa, elə bunun əmələ gətirdiyi birləşmə mis OH olur. Burada OH2 verib səhvdir. 3 də səhvdir ümumiyyətlə. Görürəm ki, burada SO4 2-dir variantli. Burada dəmir 3-dür. Burada tamamilə səhv. Necə olacaqdı? Olacaqdı ferium 2. O belə yazsaq, bu 3 variantli verib, SO4-ü verib. 2 variantli olacaqdı ferium 2 çarpaz. Bu da 3 düşəcəkdi. Bu formada olmaydan burada 2 variantli yazıb. Doğru cavab olar 2 və 3. A variantı. 43-cü sual. Deməli, 43-cü sualda SO4 görürəm 2 variantlidir. Bu bir variantlidir. Necə olacaq? Natrium 2, SO4. Bu doğru. Ümumiyyətlə bizdən səhv soruşur, doğrunu soruşur. Bir dənə baxaq. Neçənci sual idi bu? 43-cü sual. Doğrunu soruşur deyəsən. Doğrunu, bəli. Deməli, bu doğrudur. İkincidə brom bir variantlidir, amonium bir variantlidir. Bunun əmələ gətirdiyi olacaq. Elə belə bu formada düzdür. Burada ama burada uşaqlar 2 variantlidir, bu da 3 variantli. Burada artıq yanlış verib. Bu səhvdir. Doğru cavab nə oldu? 1 və 2. 1 2 hardadır burada? B variantı. 44-cü sual. Deməli, X-i verib 2 müsbət, manqan O4 verib müsbət. Burada necə olacaqdı uşaqlar? Baxaq. Ümumiyyətlə bizə doğru deyil soruşur. 2 variantlidir bu. Bu da 1 variantli. Burada ama heç yerə 2 düşməyibdir. Bu səhv ifadədir. Birləşmədir. 2 də X-i verib 1 variantli. Manqan O4 1 variantli. Bu da səhvdir. Burada X-i 2 olmamalıydı. Bu da səhvdir. X-i verib 3 variantli. Bu da verib 2 variantli. Onda necə olacaqdı? Necə olacaqdı? Bura 2 düşəcəkdi. Çünki çarpaz qoyduruq. Bax, bura 2 düşəcəkdi. Bura 3. Çarpaz qoysa bu da səhvdir. Doğru cavab olar 1, 2, 3 hardadır? A variantı. 45-ci sual. Yenə burada X bir variantlidir. Bax, xrom 7 2 variantlidir. Üstündəki yük variantli göstərir. Bura X-a düşməlidir ki, amma yoxdur. Deməli, bu səhvdir. Y deməli 2 variantlidir. Bu da 2 variantlidir. Burada ümumiyyətlə indeksə heç Y-ə 2 düşməz. Elə o belə qalardı. Yəni Y 1 olardı, amma bu da səhv olur. 3-də Z 3 variantlidir. Z 2 variantli. Onda Z-ə 2 düşərdi. Buna 3 düşərdi. Belə də birləşmə verməyib. Ona görə bu da səhvdir. Doğru cavablar 1, 2, 3. A variantı. 46-cı sual. Deməli, suda məhlulun elektrik keçiriciyi X-a verib yaxşı, aqreqat halını verib bizə bərk. Deməli, uşaqlar, birincisi aqreqat halı bərk veribsə, mən buradan spirti çıxım, çünki mayedir. İkincisi, glükozu bərk haldadır, amma suda məhlulu elektrik cəryanı keçirmir uşaqlar. Karbohidratlar dedim, keçirmir. Ona görə B də getdi, C də getdi. Yerdə qaldı, bəli, natrium hidroksid bərk haldadır. Çox gözəldir, suda məhlulu elektrik cəryanı keçirir. Deməli, X ola bilər natrium hidroksid. Y-ə baxaq. Y-də suda məhlulu elektrik cəryanı keçirmir, özü bərk haldadır. Əla. Bərk haldadırsa, artıq burada D-də Y verib spirt, yəni mayedir. Glükozu bərk haldadır, karbohidratdır, elektrik cəryanı keçirmir, qeyri-elektroiddir. Z-də deməli keçirmir, bəli, özü də mayedir, bəli. Doğru cavablar Y variantı. 47-ci sual. Suda məhlulu deməli elektrik cəryanı keçirir, özü bərk haldadır. Deməli, avtomatik mən buradan deməli A-nı çıxacam, B-ni çıxacam, D-ni çıxacam. Qeyri-elektroidləri çıxacam. Çünki bizə deyir ki, yaxşı elektrik cəryanı keçirir. Deməli, bərk haldadır, bəli, natrium karbonat duzdur, bərk haldadır. Deməli, Y suda məhlul elektrik cəryanı keçirmir, özü bərkdir. Bəli. Başqa nə verib bizə? Bir də Z zəifdir, zəif keçirir, özü də mayedir. Zəif keçirəndə uşaqlar turşulardır, yəni üzvü turşular, məsələn sirkə turşusu, qarışqa turşusu bunlar
zəif də olsa keçirir elektrik cəryanını. Bərk halda olan deməli C12H22 O11-dir. Maye halda da olan sirkə turşusu ümumiyyətlə maye haldadır. Biz bilirik. Doğru cavab ilə burada C variantı. 48-ci sual. Deyəsəm də təzə sualdır. Demək, kalium sulfat məhlulu verib. Məhlulda duzun mol miqdarını. Gəlin baxaq. Mol miqdarını verib. 10-5. Və dissosiasiya dərəcəsini verib 60. Uşaqlar ümumiyyətlə çox uşaq burada başlayır düstur zad axtarmağa. Düstur lazım deyil. Riyaziyyat. Baxın uşaqlar, 60% nə deməkdir? 5-də 3 demək deyil. Düz deyil. Yəni deyir ki, 10-5 mol duzun 60% dissosiasiya edib. Yəni 60% nədir? 5-də 3-ü dissosiasiya edib. Yəni 10-5 molunun 5-də 3-ü dissosiasiya edib. Neçə edir bu 10-3? Yəni bunun, yəni kalium sulfatın 10-3-ü dissosiasiya edib. İndi bizə kalium iyonunun sayını soruşur da. Deməli 1 mol kalium sulfatda 2 dənə kalium iyonu var. Bəs 10-3 nə qədər olar? 10-6 vəsiyo. Yəni düstura ehtiyac yox. Doğru cavablar 10-6. İndi keçək 49-cu suala. Sonuncu sual olmalıdır. Deməli, birincisi gəlin yazaq. Kalsium hidroksixlorid verib. Əsasi duz. Bunu dissosiasiya etsək, alınacaq kalsium OH müsbət, xlor mənfi. İkinci mərhələsini yazsaq, ikinci mərhələsini, bu birinci olsun. İkinci mərhələsi olacaq kalsium OH, parçalanacaq kalsium plus OH-a. Deməli, bu oldu. İndi ikincisini hesablayaq. H2 SO4 olacaq. Birinci H iyonu qopacaq. Alacaq HSO4 mənfi. Bu oldu birinci mərhələ. İkinci mərhələsində yazaq. İkinci mərhələsi HSO4 mənfi. Bu da olacaq H müsbət. SO4 2 mənfi. Üçüncüsü deməli olacaq natrium hidrokarbonat. Natrium müsbət. Hidrokarbonat. Bu oldu birinci. Bu da ikinci mərhələsi. Bu formada. Aha. İndi gəlin uyğunlaşdıraq. Birə hansı uyğundur? Birə uyğundur. Məsələn, bu belə bir şey yoxdur. Bu ümumiyyətlə səhvdir. Məsələn, birə yazmışam. Məsələn, kalsium OH parçalanıb kalsium OH-a. Birə gedər C variantı. 2-yə deməli var burada 2-də belə bir variant var. Bir də var ikinci mərhələsi. İndi burada A-da ikinci mərhələsi veribsə 2-yə gedər A. 3-sə də birinci mərhələdə bu, ikinci mərhələdə hansı mərhələni verib bizə? Verib ikinci mərhələni. Yəni bunu verib. Onda 2-yə də 3-ə də gedər D variantı. Bitdi. Bu qədər uşaqlar. Növbəti videoda inşallah elektrolit dissosiasiyaya aid hesablamalar mövzusunu izahını çəkəcəm ətraflı şəkildə. Burada da məsələ çoxdur. İnşallah ki video hər bir kəsə faydalı oldu. Növbəti videoda görüşənədək.